Fəza fiqurları. 1. Dili 4 santim olan kubun səthinin sahəsi nə qədərdir? Bayaq da dedim. Kubun səthinin sahəsi deyə bilər tam səthin sahəsi. Ola bilər ki, tam sözünü verməsə. Eləcə deyər, səthin sahəsi nə qədərdir? Düsturumuz 6 vur a kvadratı. 6 vur a kvadrat. Yəni 6 vur a kvadratı nə deməkdir? Qoy, açılmıyor ki. Hə, 6 vurulsun a. Neçə dənə testi dedim, yadımdan çıxar. Cəmi 20-cə dənə onsuz da testi var. Tez bitirəcəyik. Evet, cəmi ikisi düşür ha, kubdan kuboyda. Aha. 6 vur, A vur, A. Tili de özü deyir ki 4. A 4-dürsə, yəni 6 vur, 4 vur, 4. Bu da bizə verəcək 90. 96. İndi 2-də bunun əksini soruşur. Deyir, tətinin sahəsi 54-dür. Yəni 6 vur, A vur, A 54-dür. A vur A bərabərdir 54-ü 6-ya bölsəm 4-dür. A vur A 9-dursa 3. A neçə olur? Yəni 3. D variantı. Üçüncü. Kubun səthinin sahəsi, yəni 6 vur A vur A 216-dırsa, 6-ya bölsəm, 216-yı 6-ya bölsəm, A vur A bərabərdir 36. Deməli A 6-dır. Kubun bir üzünün perimetri. Biz de bilirik ki kubun bir üzü kvadratdır. Kvadratda 4 vur A ilə hesablanır. 4 vur 6. Bu da bize verir 24. 24. Kubun bir üzünün sahəsi 81-dir. Buna əsasən səthinin sahəsi. Biz bilirik ki kubun bir üzü kvadratdır. A vur A 81-dirsə A 9-dur. Səthinin sahəsi deyəndə tam səthin sahəsi. Yəni 6 vur A kvadrat. Yəni 6 vur 9 vur 9 6 vur 81. Bu da bizə verir 486. Beşinci test. Səthin sahəsi 192 olan, yəni 6 vur A vur A 192-dirsə, A vur A 192-yi 6-ya bölsək 19-un içərisində 3 dəfə 18, 12, 12, 18, 12, 6-ya böləndə 32. A vur A 32-dir. Düzdürmü? Hansı da özünü özünə vuranda 32 eləyir bilmirəm. Zaten bir üzün sahəsini soruşur. Bir üzün sahəsi də elə A kvadratıdır. Yəni A vur A 32. Elə bizdən 32-nin özünü soruşur. Başa düşdünüz? Da fil soruşmur ki, nəyə vursam 32 olar. Sonra 6-cı. Yenə deyirəm, mən inanmıram ki, onlar prizmadan, piramidadan, tin falan sala, amma onları öyrənmək istəsəz, yəni qrupa atacağım. Prosta indi ümumi məlumat verirəm də, onsuz da qabağımıza sual gəlibdi. Yadınızda nəyi saxlayın? Onlar hazır düstur şəklində biz uşaqlara veririk, amma ya şəkillə yadda saxlaya bilərsiniz, ya da düsturla. Mhm. Prizmanın neçə tili var? Ümumilikdə prizmanın ümumi til sayı hazır düsturdur. 3 n. Yəni dördbucaqlı prizmadırsa n 4-dürsə 3-ü 4-ə vururam. 12. Dördbucaqlı ümumilikdə n bucaqlı haqqında n bucaqlı prizma yazıram. Ya da istəyirsiniz qeyd edin. N bucaqlı prizmanın 2 dənə oturacaq sayı həmişə 2-dir. Həmişə 2-dir. Yan üzün sayı n-dir. N. Məsələn, bu dördbucaqlı prizma deyirik. Və bunun 4 dənə yanı var. 2 dənə də oturacağı. Onda cəmi üst sayı neçədir? Ümumi. Üst sayı neçədir? N üstə gəl 2. Yəni, aha, burada 6-dır. Düzdür? Yan tili. Yan tillərin sayı elə n qədərdir. Ümumi til sayı 3n qədərdir. Təpə nöqtəsi isə 2n'dir. Təpə nöqtəsi isə 2n. İstəyirsiniz özünüzdə qeyd edərsiniz. Məsələn, prizmadan 18-ci sualda prizma deyir, tillərinin sayı. Tillərin sayı hansı düsturdur? 3n'dir. Yəni 3 vur n 18 isə n neçədir? 6. Neçə üzü var? Üst sayı nəyə bərabərdir?
En üstte gel En 2. üste Alt gelecek. üstte gel 2. Yəni 6 üstə gəl 2. En altı olmaq o deməkdir ki, bu altı bucaqlıdır. Düzdürmü? Altı bucaqlı prizma. Yəni 6 dənə yan var, 2 dənə də oturacaq. Cəmi üst sayda olacaq. 8. İstəsəz bunu qeyd edə bilirsiniz. Bir də 7-ci sual piramidadır. Piramidada da yadınızda qalsın. Piramida bilirsiniz nədir? Bu çadır var ya, Misir piramidaları. Eşitmisiniz də yəqin ki, Misir piramidalar çadır kimi. Odur. Onun oturacağı bir dənə olur. Oturacaq bir dənə. Məsələn, beşbucaqlı piramida deyirsə, yəni yan üzü eni. Düzdür. Məsələn, beşbucaqlı 5 dənə yan var. Onda üst sayı cəmi üst sayı neçə olur? En üstə gəl 1. Yenə yan til sayı endirsə, ümumi til sayı burada 2 endi. O birisində 3 en idi axı. Təpə nöqtəsi isə en üstə gəl 1 olur. İndi beşbucaqlı piramidanın deyir neçə üzü var? Neçə üz olacaq o zaman? 5 yan, bir də oturacaq. Cavab olacaq. 5. Yox. 6. 5 yan, bir oturacaq. Ha, 6. 6. Sonra gəldik 9-cu suala. Düzbucaqlı prizmanın 3 müxtəlif üzündən ikisinin sahəsi 40 və 96. Əgər tam səthin sahəsi 472 olarsa, düstur verdimi? S bərabərdir 2 vurulsun S1, S2, S3. Düzdür? Deməli 2 vurulsun 40, üstə gəl 96, üstə gəl üçüncünü bilmirəm, bərabərdir 470 472-yə. İndi davam edək. Deməli, 472-dirsə, birinci 472-yi bölərik rahatı. 2-yə. 236. Düzdürmü? 40 ilə də 96-nın cəmi tənliyimiz belə alınır. Deyə bil 136 üstə bərabər 236. 236-dan da 136 çıxırıq. 9-da cavab olur. A variantı. 10-cu sual. Kubun səthinin sahəsi 294-dür. Yəni 6 vur A vur A 294-dür. Düzdürmü? Bizdən yanlış soruşur. 294-ü 6-ya bölsəm A vur A 49. Deməli A neçədir? 7-dir. Yan səthin sahəsi nə dedim? Neçə dənə yan səth var? 4 dənə. 4A kvadrat. Yəni 4 vur, 7 vur, 7. 49-u da 4-ə vursaq 196. 10-cu testdə. Ölçüləri destim. Biri destimdir, biri santim, biri metr. Düzdürmü? Havuzda neçə ton su? Baxaq. A olsun 30 destim. B olsun 500 santim. Sonra C de olsun 10 metr. Bunun hamısını gətirsək, məsələn, metrə, bu 10 metr qalsın. Düzdür? 10 metr 5 metre. qalsın. 500 santim 5 metr. 30 destimdə 3 metr. Hovuz yarıya içi su ilə doldusa, deməli onun həcmindən söhbət gedir. A vur, B vur. C-dən söhbət gedir. Həcmi də tapaq. Eyni ölçü vahidləri oldu. Axı burada bizdə indi 150. 5 vur 10, 150 metr vur, metr vur, metr. 150 kub metr. Bir hovuzda neçə ton su var? Yox. Böyle. Yarıya qədər suyla dolu. 150-ni də yarı bölsək, yarısı su var axı. 75 kub metr ya da 75 ton su var. Başa düşdük? Selman'ı. Burada da 12-də 10 kimdir? Həcmi soruşur. Həcm A vur, B vur, C-dir. 4 vur, 5 vur, 6. Bu da bizə verir 120. Tam səthin sahəsi 384-də, yəni 6 vur A vur A 384-dürsə, A vur A bərabərdir 384-ü birinci bölürəm. İlk işim 6-ya. Bu da mənə verir 64. Yəni A vur hansı da özünün vursun. 8. Kubun həcmini soruşur. O da A kubudur. Yəni 8-in kubu 512. 13-cü testimizin düzgün
Cevabı 14. Kubun bütün tillərinin uzunluqlar cəmi. Kubun bütün tillərinin uzunluqlar cəmi 12 vur A-dır. 180-ə bərabərdirsə, 180-i bölürəm 12-yə 15. Yan səthin sahəsi də 4A kvadratdır. Yəni 4 vur, 15 vur, 15. 4 vur, 15 vur, 15. Bu da bizə verir 900 cavabını 14-cü testimizdə. 15'e baxaq. Düzbucaqlı 15. Düzbucaqlı paralelipipedin ölçüləri 4, 5, 6 olarsa tam səthinin sahəsi düsturumuzu yerinə qoyaq. AB, BC, AC yəni 2 vur olsun 4 vur 5, 4 vur 6, 5 vur 6. Bunu da toplasam mötərizə lazım deyil. 2, 30, 50, 53, 24, 70. 4, 2 vur 74 de bize verir 148. Yani 15. testimizde düzgün cevap A. 16'ya baxaq. Teli 8 olan iki kubu bir-birinə birləşdirib alınan fiqurun tam səthinin sahəsini tapın. Tamsa bu. Teli 8-dirsə, bunu belə düşünə bilərsiniz. 2 dənə üsullar verəcəm. Burası yan yana verə bilməyəcəm şəkildə. Kubu 2 dənə, siz bunu 2 dənə şey kimi düşünün də. Adı nə idi? 2 dənə kvadrat kimi düşünün. Biz bilirik ki, bunun asan yolu, bax, bir kubun neçə üzü var? Bax, üzün sayı ilə mən həmişə məsələn mənə rahat olur hesablamaq, uşaqlara da elə öyrədirəm. Bir kubun 6 üzü yoxdur. Bu kubun bir üzü burada da görünmür. Düzdürmü üzü burada? Yəni bu kubda neçədən üz var? Birincidə 500. Bunda da 500. Bildiniz niyə? Axı bu hissə bir-birinə birləşib, bu bütöv oldu artıq. Yəni bunun da 500'ü, bunun da 500'ünü toplasam, yəni 5 vur A vur A ilə bu birisinin 5 vur A vur A'sını toplasam. 5 vur 8 vur 8. 5 vur 8 vur 8 bizə nə verər? 8'i 8'e vuranda 64, 64 5'e vuranda. Deməli, bunun da sahəsi onda 320 olur. Bunun da buranı nəzərə almasam 320 ilə 320'ni toplasam 640. bir üzünün sahəsi 25'dir. Yəni A vur A 25'dirsə A 5'dir. Kubun həcmi də A 5'dirsə A vur A vur A 125 B variantı düzgün cavabdır. Sonra 3 üzünün sahələri verilib. Səthin sahə düsturda yenə deyirəm 2 vur olsun S1, S2, S3 düstur. Artıq burada AB, BC, AC deyil çünki hazır veribdir. Onun üstə 11, üstə də 12. 33, 2 vur 33. Bu da bizə verir 66. Daha sonra 19'da düzbucaqlı paralelipipedin ölçüləri 5, 6, 7'dir. Ən böyük üzün sahəsi ilə ən kiçik üzün sahəsinin cəmi. Ən böyük üz, 5 vur 6 var, 5 vur 7 var, 6 vur 7 var. Düzdürmü? Bu 30'dur, bu 35'dir, bu da 42'dir. Ən böyük üzün sahəsi 42'dir. Ən kiçik üzün sahəsi də 30'dur. 42 ilə 30'u toplayanda bizə verir 70. 2. Yəni AB'nin S1, S2, S3. Bayaq dedim. S1 var. S2 var. Bir də S3 var. Yəni soruşur ki, S1, S2, S3'dən ən çox olan hansıdır, ən az olan hansıdır hesablayır. Və sonuncu düzbucaqlı paralelipipedin bütün tillərin uzunluqlar cəmi, bütün tillərin uzunluqlar cəmi belə hesablanır. 4 vur, A vur, üstə gəl, B üstə gəl, C 80. Hər tərəfi 4'ə bölsəm, deməli A üstə gəl, B üstə gəl, C'nin cəmi 20'dir. Kubun bütün tillərinin uzunluqlar cəmi isə, yəni 12 vur x, kubun tilini də x götürək. Bunun 0,6 hissəsi, 20'nin 0,6 hissəsi bizə verir 12. Yəni 12 vur x bərabər 12, x bərabərdir 1. Kubun səthinin sahəsi 80'i, hə, bunun deyir. 80'in 0,6 hissəsi 20'nin 80'in bunun. 80'in 0,6 hissəsi bizə nə verir? 48, düzdürmü? 48'i 12'ye böləndə 4.
Kubun Dört. sahəsi 6 vur, A vur, A, 6 vur, 4 vur, 4, 24 vur, 4, 96. 20-ci testimizin düzgün cevabı. Başa düştük. Kubu, paralelipipedi, tam səthinin Bəli. sahəsini falan. Bəli. Bunu dayandırım. Sonra hansı dərsi deyirsiniz ona izah çəkək birlikdə yenə də. Başqa nədir problem?